Vaxtınız xeyir olsun. Bu videoda sizə Bloom'un idraç taksonomiyası mövzusunun izahını verəcəm. Daha doğrusu Time Test Bank 2026-cı il nəşri olan yeni Time-ə əsasən idraç taksonomiyası testlərinin izahını verəcəm. Diqqətlə qulaq asaq. Açar sözlərini tapmaqla qısa izah verməyə çalışacağam maksimum dərəcədə. Ona görə fikriniz burada olsun. Diqqətlə qulaq asaq. Deməli, birdə deyir yanlış fikri müəyyənləşdirin. Bizdən yanlış istəyir. A-da deyir, idraç taksonomiyası təlim məqsədləri müəyyənləşdirməyə xidmət edir. Bəli, bu doğrudur. İdraç taksonomiyasının mərhələlərindən istifadə edərək müəllim təlim nəticəsi müəyyənləşdirə bilər və şagirdləri qiymətləndirə bilər. Taksonomiyanın mərhələlərindən istifadə etməlidir müəllim. Taksonomiyanın mərhələlərindən istifadə edərək dedik nə edir? Təlim nəticəsi müəyyənləşdirir, şagirdləri qiymətləndirir və həmçinin uşaqlar üçün müxtəlif tapşırıqlar hazırlayır bu mərhələlərə əsasən. Ona görə A düzdür. B-də deyir, idraç taksonomiyası üzrə şagirdin təfəkkürünü inkişaf etdirmək üçün sadədən mürəkkəbə doğru idraçı fəaliyyəti formalaşdırmaq lazımdır. Bəli, bu da tamamilə doğrudur. Yadınıza gəlir, deyirdik ki, idraç taksonomiyası iyarxiyik quruluşa malikdir. Yəni, burada mərhələlər sadədən mürəkkəbə doğru düzülmüşdür. Ona görə də B-də düzdür. C-də deyir, idraçı sahənin mərhələlərini müxtəlif səviyyədə inkişaf etdirmək mümkündür. Bu da doğrudur. Çünki idraç taksonomiyasının neçə səviyyəsi var? 2 səviyyəsi var. Aşağı təfəkkür səviyyəsi və yuxarı təfəkkür səviyyəsi. Biz də mərhələləri ya aşağı təfəkkür səviyyəsi üzrə inkişaf etdiririk, ya da yuxarı təfəkkür səviyyəsinin 3 mərhələsi üzrə inkişaf etdiririk. Yəni burada mərhələlər müxtəlif səviyyələrdə inkişaf edir. İdraç sahəsinin axı bir səviyyəsi yox, 2 səviyyəsi var. Ona görə müxtəlif səviyyələrdə inkişaf etdirmək mümkündür deyə bilərik. D-də deyir, idraç taksonomiyasına əsasən şagird üçün müxtəlif çətinlik dərəcəli qiymətləndirmə vasitələri hazırlanır. Bəli, bu da doğrudur. Şagird üçün biz bayaqlarda vurğuladım ki, taksonomiyanın mərhələlərindən istifadə edərək müxtəlif tipli tapşırıqlar hazırlaya bilərik. Təlim nəticəsi müəyyənləşdiririk, qiymətləndiririk və uşaqlara tapşırıqlar hazırlayırıq. D də düzdür. Y-də deyir, aşağı sinif şagirdlərinə idraçı sahənin yaratmaq mərhələsinə uyğun tapşırıqlar vermək səmərəsizdir. Xeyr, bax bu yanlışdır. Niyə? Çünki məhdudiyyət qoymamışıq axı. Mən sizə demişəm, aşağı siniflərdə yaratmağı inkişaf etdirmək olmaz və yaxud da dəyərləndirmə mərhələsini inkişaf etdirmək olmaz. Yox, məhdudiyyət yoxdur. Nə qədər tez inkişaf getsin, dayca yaxşı, bir o qədər yaxşı, şagirdlər daha yaxşı, daha tez inkişaf edəcəklər. Bir o qədər səmərəli, effektiv olacaq. Ona görə Y variantı yanlışdır. Səmərəsizdir deyirsə yanlışdır. Sonra ikinci suala baxaq. Müəllim davranış mədəniyyəti mövzusunda şagirdlərə müxtəlif nitq etiketlərinin işlənmə yeri ilə bağlı izah verir. Ev tapşırığı olaraq isə hər bir şagird müxtəlif situasiyaları fikirləşərək nitq etiketlərinin də düzgün istifadə olunduğu səhnəciyi hazırlayıb videoya çəkməlidirlər. Deməli, burada müəllim nə edib? Əvvəlcə nitq etiketlərindən istifadə qaydasını uşaqlara başa salır, izah eləyir. İzah eləyəndən sonra evə tapşırıq verir ki, ay uşaqlar, bu etiketlərin, bu nitq etiketlərdən düzgün istifadə eləyib səhnəcik hazırlayın, videoya çəkin. Uşaqlar nə edirlər? Gedirlər evdə dialoq hazırlayırlar. Bax burada dialoq hazırladığına görə, məsələn, burada bilik olaraq prosedural götürə bilmərəm. Çünki burada dialoq hazırlayır. Dialoq hazırlayırsa daha çox konseptuala uyğun gəlir. Bax, uşaq iş görür, düzdür, amma tapşırıq yerinə yetirir. Amma burada iş icrası yoxdur. Tapşırıq yerinə yetirir. Məsələ həll eləmir, fonetik təhlil eləmir. Ardıcıllıq yoxdur da, yəni bir sözlə. Ardıcıllıq yoxdur. Sadəcə dialoq hazırlayır. Danışır, sadəcə danışır. Ona görə bilik olaraq konseptualdır. Amma şagirdə ev tapşırığı verilib, gedir öyrəndiyini tətbiq eləyir deyə tapşırıq üzərində olacaq mərhələ olaraq tətbiq etmək mərhələsi. Ona görə cavab A variantı. 3-ə baxaq. Şagirdlər Cəlil Məmmədquluzadənin Ölülər əsərində o dövrün cəmiyyətin özünə məxsus xüsusiyyətlərinə münasibət bildirirlər. Deməli, burada şagirdlər nə edirlər? O dövrün, keçmiş dövrün cəmiyyətinə öz münasibətlərini bildirirlər, xüsusiyyətlərinə öz münasibətlərini, öz fikirlərini, öz münasibətlərini bildirəcəklərsə, hərə bir fikir deyəcəksə, onda hansı mərhələ olacaq? Dəyərləndirmə mərhələsi olacaq. Öz münasibətini, öz fikrini bildirmək dəyərləndirmə mərhələsinə uyğun gəlir. 4-də deyir, şagird qız qalasının dəfələrlə kiçildilmiş maşetini hazırlayır. Burada şagird nə edir? Bax, şagird öz-özünə öyrənməyib ki, maşet necə hazırlanır. Müəllim onu izah eləyir. Məsələn, coğrafiya dərsində başa salıb ki, qız qalasının və yaxud da başqa bir şeyin, hər hansı bir şeyin dəfələrlə kiçildilmiş maşetini belə hazırlayırlar. İndi uşağa keçiblər, uşağa onu başa salıblar. Şagird də gedir, öyrəndiyin tətbiq eləyir. Öyrəndiyin tətbiq eləyəcək. Dəfələrlə kiçildilmiş maşet hazırlayacaq. Öyrəndiyini tətbiq eləyirsə nə olacaq? İş icrası varsa təbii ki, tətbiq etmək mərhələsi olacaq. 4A variantı. 5-ə baxaq. Müəllim şagirdlərə payızın sonunda meşədə, parkda ağacların tökülmüş yarpaqlarının, qurumuş budaqlarının yerdə qalan bir təbəqə əmələ gətirdiyini görmüsünüz. Deməli, burada uşaqlara belə bir fikir bildirir. Bir müddətdən sonra onlardan əsər əlamət qalmır, deyir və bunun səbəbini izah etmələrini istəyir. Əgər şagird deyilən fikri
İzah eləyəcəksə, gərək anlasın ki, izah eləsin də, düzdür? Anlamasaz, siz mənə hər hansı bir şey izah eləyə bilərsiniz? Yox. Anlamalıdır. Burada sizdən anlamaq tələb eləyir. Səbəb izah eləmək, ümumiyyətlə izah etmək, səbəb izah etmək, şərh etmək, interpretasiya etmək, fərqləndirmək, müqayisə aparmaq. Bunlar hamısı konseptual bilik və anlamaq mərhələsinə uyğun gəlir. Anlamaq tələb eləyir çünki şagirddən. Burada da uşaqlar səbəb izah etdiyinə görə olacaq. Bax, tətbiq etməyi çıxıram, təhlili çıxıram, yaratmağı çıxıram. Cavab B, C. Boy, B ilə C-ni də eyni verib. Heç nə eyni veribsə, elə B ilə C-nin ikisini də götürə bilərəm. Çünki bu sualda baxın fikir verirsinizsə, bir cavabı iki variantda qeyd edilib. Ona görə də yanlışlıq var da, belə deyək. Mexaniki səhv edib yəqin ki. Yeni taimdə 5-ci sualda cavab B, C götürə bilərsiniz. B, C yazanlar düz yazıblar. Ona görə konseptualla anlamaq bir variantda verilib. Daha doğrusu müxtəlif variantlarda eyni şey verib. Ona görə B, C-dir cavab. 6-ya baxaq. 6-da deyir, aşağıdaşlardan biri anlamaq mərhələsinin sualı ola bilməz. Yəni elə bir variant seçməliyəm ki, anlamağa aid olmasın. A-da deyir, verilmiş sözləri hansı kateqoriyalar altında ümumiləşdirə bilərsən? Biz demişdik ki, verilən sözləri ümumiləşdirmək, qruplaşdırmaq üçün nə lazımdır? Anlamaq lazımdır. Uşaq dərsi başa düşməyibsə, anlamayıbsa necə ümumiləşdirə bilər və yaxud da qruplaşdıra bilər? Heç cür. Ona görə anlamaq tələb etdiyinə görə ümumiləşdirmək, qruplaşdırmaq, izah etmək, fərqləndirmək, nə bilim, müqayisə aparmaq, bunlar hamısı anlamaq mərhələsinə konseptual biliyə uyğun gəlir. Ona görə anlamağa aiddir. B-də deyir, bu iki hökmdarın oxşar və fərqli cəhətlərini müəyyənləşdirin. Burada da sizdən nə istəyir? Oxşar və fərqli cəhətləri müəyyənləşdir, müqayisə apar. Oxşar fərqli cəhətləri müəyyənləşdirmək üçün mənə nə lazımdır? Anlamaq. Anlamayıbsa uşaq oxşar fərqli cəhətləri müəyyənləşdirə bilməz. Ona görə B-də aiddir. C-də deyir, verilmiş atalar sözünü anladığın kimi izah et. İzah eləyir. Uşaq burada anladığı kimi izah eləyir. Yenə də anlamalıdır ki, izah eləsin də. Anlamasa atalar sözünü mənə izah eləyə bilər? Yox. Demirəm ki, atalar sözün olduğu kimi de. Desəydim ki, filan atalar sözün de, onda əzbərçilik olardı. Yadına salıb cavab verərdi, xatırlamaq götürərdim. Amma burada deyir, izah elə. Başa düşmüsənsə izah eləyəcəksin, düşməmisənsə yox. Ona görə anlamaq mərhələsinə uyğun olacaq. D-də deyir, verilmiş fikirlərə görə gəldiyin nəticəni əsaslandır. Biz demişdik ki, açar söz. Əsaslandır sözün harda görsək, ağlımıza iki mərhələ gəlməlidir. Bir təhlil etmək, bir də dəyərləndirmək. Şagird öz fikrini əsaslandırırsa dəyərləndirməkdir. Hər hansı bir fakta əsasən fikrini əsaslandırırsa təhlil etməkdir. Burada şagird nə edir? Verilmiş fikrə görə fikrini əsaslandırır. Hər hansı bir fakta görə, hazır nəyəsə görə fikrini əsaslandırır. Ona görə də daha çox təhlilə uyğun gəlir. Yəni əsaslandırmaq ya təhlilin, ya da dəyərləndirməyin açar sözüdür. Siz burada anlamaq götürə bilmərsiniz. Bu artıq yuxarı təfəkkür səviyyəsinin mərhələsinə uyğundur. Ona görə cavab elə olacaq D variantı. Anlamağa aid deyil. Y-dədir, enerji çevrilməsinin izahını ver. Desəydim ki, enerji çevrilməsi nədir? Onda uşaq enerji çevrilməsinin nə olduğunu yadına salıb cavab verərdi. Əzbərçilikdir, hazır faktdır. Hansı ki, o tərif harda yazılıb? Kitabda hazır yazılıb. Kitabda hazır yazıldığına görə, yadına salıb cavab verdiyinə görə olacaq xatırlamaq. Amma burada izah elə deyirsə, uşaq anlamalıdır ki, o qaydanı izah eləsin. Anlamasa yox. Ona görə anlamaq tələb etdiyinə görə anlamaq mərhələsinə uyğun gələcək. 7-yə baxaq. Şagirdlər şarlardan, şirə çöplərindən və plastik su şüşələrindən istifadə edərək tənəffüs prosesinin modelini hazırlayırlar. Hazırlanma prosesində tənəffüsdən düzgün istifadə qaydaları və onun tətbiqinin əhəmiyyətini də öyrənirlər. Deməli, burada uşaqlar nə edirlər? Model hazırlamağı müəllim uşaqlara başa salıb, öyrədib. Uşaqlar burada gedirlər, öyrəndiklərini tətbiq edirlər. Şardan, çöpdən, şüşələrdən istifadə edib model hazırlayırlar. Tənəffüs prosesinin modelini hazırlayırlar. Nə olacaq bu? Təbii ki, tətbiq etmək mərhələsinə aid olacaq. Öyrəndiyin tətbiq edir. İş icrası var, proses var, tapşırıq yerinə yetirir. Ona görə də təhlil, anlamaq, dəyərləndirməyi çıxıram. Qalır yerdə C ilə Y. Başı batmışlar. Burada da bir cavabı iki variantda verib. Proseduralla tətbiq etmək ilə eyni şeydə C də eynidir, Y də eynidir. Ona görə də C və Y götürə bilərsiniz. C də yazanlar, Y də yazanlar düz yazıb. Prosedural və tətbiq etməyə aid olacaq. Səhv yazıblar burada. C ilə Y-ni fərqli variantlarda bir cavab yazıblar. Ona görə C də düzdür, Y də düzdür. 8-ə baxaq. C-dədir, məktəbdə keçirilən tədbir zamanı elektriklər kəsilir. Təhlükəsizlik qaydalarına uyğun olaraq bu vəziyyətdə hansı addımların atılacağını göstərin.
Öyrətmişəm sənə hansı addımları atmalısan, indi mənə göstər. Görüm sən hansı addımları atmalısan, necə vəziyyətdən çıxa bilərsən. Öyrəndiyin uşaq tətbiq eləyir, göstərir, çıxış eləyir. Ona görə olacaq nə? Tətbiq etmək mərhələsi. Şagird öyrəndiyini tətbiq eləyir. 9-a baxaq. 9-da deyir, hekayədə baş qəhrəman çətin vəziyyətdə öz maraqlarının üstün tutur və bu seçim nəticəsində başqalarına zərər yetirir. Müəllif bu davranışı birbaşa qınamır, lakin onun doğurduğu nəticələri oxucuya təqdim eləyir. Qəhrəmanın bu qərarının etik baxımından təsirini təhlil eləyin və müəllifin bu yanaşmasının ədəbiyyatda nə dərəcədə uğurlu olduğuna münasibətinizi bildirin. Burada artıq təsəvvür eləyin ki, şagirdlər bu suala necə cavab verəcəklər. Hərə bir fikir bildirəcək, hərə öz fikrini bildirəcək. Biri deyəcək uğurludur, biri deyəcək uğursuzdur, biri deyəcək bir o qədər də uğurlu alınmayıb, bir digəri deyəcək qəşəng uğurlu alınıb. Yəni hərə öz fikrini, öz münasibətini bildirir, öz fikrini əsaslandırır. Münasibət bildirməkdə nə olacaq? Öz fikirlərini bildirirlərsə olacaq dəyərləndirmək mərhələsi. Ona görə cavab Y variantı. Ona baxaq. Hansı fikirdir? Doğrudur. Doğru olanı məndən istəyir. Taksonomiya refleksiyanın düzgün aparılmasına xidmət eləyir. Xeyr. Taksonomiya dedik, taksonomiyadan istifadə edərək nə edə bilərik? Təlim nəticəsi hazırlaya bilərik, qiymətləndirmə meyarı müəyyənləşdirə bilərik, yəni şagirdləri qiymətləndirə bilərik bu mərhələlərdən istifadə edərək. Bir də bu mərhələlərdən istifadə edib şagirdlər üçün tapşırıqlar hazırlaya bilərik. Ona görə A variantı səhvdir. B-də deyir, taksonomiya təlim məqsədlərini düzgün müəyyənləşdirməyə imkan yaradır. Düzdür də bu. Bax, bayaqdan deyirik, taksonomiya nəyə kömək eləyir? Təlim nəticəsi müəyyənləşdirirəm mən taksonomiyadan istifadə etməklə. Təlim nəticəsi nədir? Elə təlim məqsədidir. Ona görə B variantı doğrudur. Elə doğrunu istədiyinə görə B düzdür. C-də deyir, taksonomiya yalnız aşağı təfəkkür səviyyəsinə uyğun qiymətləndirmə vasitəsi tərtib etməyə imkan yaradır. Xeyr, bax, taksonomiyanın 2 səviyyəsi var. Bir aşağı təfəkkür səviyyəsi, bir də yuxarı təfəkkür səviyyəsi. Mən uşaqları qiymətləndirəndə həm aşağı təfəkkür səviyyəsi, həm də yuxarı təfəkkür səviyyəsinin mərhələlərindən istifadə edə bilərəm. Məhdudiyyət qoymamışam ki, sizə qiymətləndirəndə ancaq aşağıdan istifadə edin, yuxarıdan istifadə eləməyin. Xeyr, yəni həm aşağı, həm də yuxarıdan istifadə edə bilərəm. Ona görə C səhvdir. D-də deyir, taksonomiya şagirdlərin əsasən yaddaş və hafizəsinin inkişafına imkan yaradır. Xeyr, tamamilə yanlışdır. Əsasən bax, yaddaş hafizəyə əsaslanan mərhələ hansıdır? Xatırlamaq mərhələsi. Əsasən mənim məqsədim uşaqların xatırlamaq mərhələsini inkişaf etdirmək deyil. Xatırlamaq nədir ki? Xatırlamaq ən sadəsidir, əzbərçilikdir. Mənim məqsədim uşağın anlaması, onu tətbiq etməsi, təhlil edə bilməsi, fikrini bildirməsi, nəsə yarada bilməsi, yenilikçi olmasıdır məqsədim. Əsasən əzbərçiliyə köklənə bilmərik, əsaslana bilmərik. Yəni əsasən əzbərçiliyi üstün tuta bilmərik. Ona görə də D variantı səhvdir. Y-də deyir, taksonomiya tapşırıqların eyni səviyyədə hazırlanmasına şərait yaradır. Xeyr, taksonomiyanın 6 mərhələsi var. Mən bu 6 mərhələdən ona görə istifadə edirəm ki, tapşırıq hazırlayanda şagirdlərin müxtəlif mərhələlərini, səviyyələrini inkişaf etdirə bilim. Ona görə də Y variantı eyni səviyyə dediyinə görə yanlışdır. Müxtəlif səviyyələrdə tapşırıqlar hazırlamağa kömək eləyir taksonomiya. Doğru soruşursa bizdən cavab olacaq B variantı. 11-ə baxaq. Şagird müəyyən bir ərazidə torpağın və orada yaşayan canlıların müxtəlifliyinə təbii amillərin təsirini əsaslandırır. Burada şagird nə edir? Əsaslandırır, fikri əsaslandırır. Əsaslandırır sözün görən kimi ağlıma hansı mərhələlər gəlməlidir? 2 mərhələ. Bir təhlil etmək, bir də dəyərləndirmək. Gəlin onda avtomatik çıxaq. Tətbiq, anlamaq çıxır, tətbiq çıxır. Qalır cavab C ilə D. İndi görək burada dəyərləndirməkdirmi, yoxsa təhlildirmi? Bax, burada uşaq deyir ki, müəyyən bir ərazidə torpağın, orada yaşayan canlıların müxtəlifliyinə təbii amillərin təsirini əsaslandırır. Bu şagirdə vergi verilməyib ki, Allah tərəfindən təbii amillərə bu canlıların müxtəlifliyi necə təsir etdiyini özündən bilsin. Yox, şagird bunu dərsdə öyrənib. Düzdür? Coğrafiya dərsində məsələn və yaxud da biologiyada, coğrafiyada müəllim bunu uşağa başa salıb və yaxud da kitabdan oxuyub öyrənib uşaq. Uşaq əgər başa düşübsə, fikrini əsaslandıracaq. Nəyə əsasən əsaslandıracaq? Öz fikrini istəmirəm ki, şagirddən, düzdür? Öz fikrini istəmirəm. Burada şagird qaydaya əsasən, qayda-qanuna əsasən, öyrəndiklərinə əsasən, hazır fakta əsasən fikrini əsaslandırır. Fakta əsasında fikri əsaslandırmaq hansı mərhələdir? Təbii ki, təhlil etmə mərhələsi. Öz fikrini əsaslandırsaydı dəyərləndirməyi götürərdim. Amma fakta əsasən fikir əsaslandırdığına görə olacaq təhlil etmək mərhələsi. Bilik olaraq da təbii ki, konseptual. Niyə?
Çünki burada yenə vurğulayıram. Şagird bunu, faktları, qayda-qanunu kitabdan öyrənib. Başa düşübsə, fikrini əsaslandıra biləcək. Başa düşməyibsə, o faktlardan, qayda-qanundan istifadə edib fikir bildirə bilməyəcək. Anlamaqdan asılıdır. Ona görə də konseptual bilik və təhlil etmə mərhələsinə uyğun gələcək. Cavab D variantı. 12-yə baxaq. Dəmir açıq havada bir müddət qaldıqda paslanır. Paslanma zamanı dəmirin rəngi və səthi dəyişir. Bu proses zamanı dəmirdə hansı dəyişikliklər baş verdiyini izah eləyin. Deməli, burada uşaqlardan nə istəyirəm mən? İzah eləməyi istəyirəm. Deyirəm ki, bax, bu proses baş verir. Paslanma zamanı dəmirin rəngi və səthi dəyişir. Bu proses zamanı dəmirdə hansı dəyişikliklərin baş verdiyini mənə izah elə. Uşaq burada nə edir? Səbəbini izah eləyir. Nəyə görə o dəyişikliklərin baş verdiyini izah eləyir. İzah eləyəcəksə nə olacaq? Təbii ki, anlamaq mərhələsi olacaq. İzah eləmək, anlamaq mərhələsi. Deyirəm ki, ay şagirdlər, məsələn, ay uşaqlar, dəmir açıq havada qalanda paslanır. Bu paslanmanın səbəbi nə ola bilər? Nəyə görə onun rəngi və səthi dəyişir? Niyə? Hansı dəyişikliklər baş verir? Bu dəmirdə hansı dəyişikliklərin baş verdiyini mənə izah elə. Uşaq burada nə edir? Anlayıbsa dərsi, bax oxuyub da dərsi. Dəmirə aid, məsələn, paslanmaya aid dərsi oxuyub, kimyadan tutaq ki. Dərsi əgər başa düşübsə, izah eləyə biləcək. Başa düşməyibsə, izah eləyə bilməyəcək. Ona görə cavab anlamaq mərhələsinə uyğun gəlir. Cavab B variantı. 13-ə baxaq. Şagirdlər həyətdə müxtəlif obyektlərə əsasən üfüqün cəhətlərini müəyyənləşdirirlər. Deməli, burada uşaq nə edir? Bax, uşaq öyrənib, üfüqün cəhətlərini tapmağı öyrənib. Gedir burada, tətbiq eləyir. Öyrəndiyin tapşırıq üzərində tətbiq eləyir. Gedir müxtəlif obyektlərə əsasən, həyatdakı müxtəlif obyektlərə əsasən üfüqün cəhətlərini müəyyənləşdirir. Yəni üfüqün cəhətlərini tapır. Öyrənib üfüqün cəhətini tapmağını. Müəllim ona öyrədib və yaxud da özü öyrənib, qayda-qanundan oxuyub öyrənib, kitabdan öyrənib. Öyrəndiyin tapşırıq üzərində tətbiq eləyir. Gedir müxtəlif obyektlərə əsasən üfüqün cəhətlərini müəyyənləşdirir. Üfüqün cəhətlərini tapır. Ona görə olacaq tətbiq etmək mərhələsi. Bu niyə belə oldu? Tətbiq etmək mərhələsi. Cavab C variantı. Öyrəndiyin tətbiq eləyir. 14-ə baxaq. Tarix dərsində keçdiyiniz 3 mühüm tarixi hadisənin adını və baş verdiyi ili göstərin. Deməli, burada uşaq nə edir? Bax, uşaqdan konkret məlumat, hazır fakt soruşuram. Ay uşaqlar, tarix dərsində keçdiyiniz 3 tarixi hadisənin adını, sadəcə hadisənin adını istəyirəm və baş verdiyi ili istəyirəm. Şagird burada çox əziyyət çəkmir. Fikir verin, çox əziyyət çəkməyəcək. Dağa daşa dırmamır, yəni özünə əziyyət vermir. Uşaq sadəcə tarixi hadisənin adını kitabdan oxuyub nə vaxtsa onu yadına salır, baş verdiyi ili yadına salır, cavab verir. Əzbərçilikdir. Uşaqdan çox şey istəmirəm. Demirəm hadisəni mənə izah elə. Demirəm nəyə görə bu proseslər baş verib. İzah eləməyini istəmirəm. Başqa bir şey istəmirəm. Deyirəm ki, adını və ilidir. Vəssalam mənə kifayət eləyir. Uşaq əzbərlədiyini yadına salır, cavab verir. Ona görə olacaq xatırlamaq mərhələsi. Cavab A variantı. 15-ə baxaq. Müəllim sinifdə müzakirə təşkil edir. Şagirdlərə sizcə hansı hallarda biz yox deməyi bacarmalıyıq və bu nəzakətsizliyi hesab edilərmi sualını ünvanlayır. Fikirlərini əsaslandırmağı tapşırır. Yenə də burada uşaqlar fikir əsaslandırır. Fikir əsaslandırmaq varsa ağlımıza 2 mərhələ gələcək. Bir təhlil etmək, bir də dəyərləndirmək. İndi gəlin görək burada uşaqların öz fikrini istəyir, yoxsa fakta əsasən fikir bildirmələrini istəyir. Baxın, burada sizə deyir ki, ay uşaqlar, bax təsəvvür eləyin situasiyanı oxuyanda. Sizcə hansı hallarda biz yox deməyi bacarmalıyıq və sizcə bu nəzakətsizlik hesab edilərmi? Bəziləri bax başqa bir cavab verəcək. Bəziləri deyəcək ki, məsələn, biz bu hallarda yox deməliyik, nəzakətsizlik hesab edilməz. O birisi deyəcək, yox, biz bu hallarda belə deyim də, yox deməyə bacarmalıyıq, nəzakətsizlik hesab edilər və yaxud da edilməz. Hərədən bir cavab çıxır. Hərə öz fikrini deyir, öz münasibətini bildirir. Öz fikrini bildirirsə, onda hansı mərhələ olacaq? Təbii ki, dəyərləndirmə mərhələsi. Bax, 2 mərhələ arasında qalırıqsa, qalanların çıxaq. Yerdə qaldı B, D, Y. Təhlili də çıxdım, çünki öz fikrini əsaslandırır. C ilə Y arasında qalıram. Baxıram ki, burada iş icrası yoxdur, proses yoxdur. Sadəcə şagirdlər dərsi, etik qaydaları, məsələn, nəzakətsizlik qaydalarını tutaq ki, başa düşübsə, anlayıbsa, mənə öz fikrini bildirə biləcək. Anlamayıbsa, yox. Ona görə konseptual və dəyərləndirmə mərhələsinə uyğun gəlir. 15C. 16-ya baxaq. Məktəbdə gigiyena ilə bağlı maarifləndirmə kampaniyası təşkil edilir. Şagirdlərdən biri Gigiyena qəhrəmanı adlı obraz düşünür və şagirdlərin maarifləndirilməsi üçün posterlər hazırlayır. Bax, burada uşaqlar kampaniyada iştirak eləyəndə özündən, o şagirdlərdən biri yaradıcılığını ortaya qoyur.
və Gigiyena qəhrəmanı adlı bir obraz hazırlayır. Hansı ki o obraz heç yerdə yoxdur. Uşağa heç kim deməyib get filan şey hazırla. Yox. Uşaq özündən yaradıcılığını ortaya qoyub həmin kampaniya üçün Gigiyena qəhrəmanı adlı bir obraz düşünüb posterlər hazırlayır. Uşağa heç kim öyrətməyib, heç kim tapşırmayıb. Uşaq özündən belə bir şey yaradır, yeni bir şey yaradır, yeni bir obraz yaradır. Yeni obraz yaratmağı bacarırsa, yaradıcılığını ortaya qoyursa, onda hansı mərhələ olacaq? Təbii ki, yaratmaq mərhələsinə uyğun olacaq. Həm də burada görək hansı biliyi var. Deməli, yaratmaq mərhələsinə bir dənə elə cavab Y variantı uyğun gəlir. Tətbiq, anlamaq, təhlil, dəyərləndirmə çıxdı cavab Y variantıdır. Yaxşı, bəs görək bilik hansıdır? Deməli, uşaqlar burada obrazı düşünürlər. Obrazı düşünəndən sonra, yeni bir obraz yaradandan sonra gedirlər şagirdlərin maarifləndirilməsi üçün posterlər hazırlayırlar. Əslində poster hazırlamağı mən götürərdim nə? Prosedural götürərdim əslində, nə yalan deyim. Amma konseptual anlamağa da bir növ uyğun gəlir. Çünki uşaq poster hazırlamağı öyrənib sanki, anlayıbsa onu hazırlaya biləcək, anlamayıbsa yox. Yenə də mən məsələn konseptual yox, proseduralı üstünlüyü verərdim. Prosedural olsa onu götürərdim, amma prosedural verməyib, konseptual yaratmaq verib. Cavab məcbur Y variantı götürməliyəm, amma prosedurala yenə deyirəm, prosedural biliyə daha çox uyğun gəldiyinə görə bu fikirlə bu variantla tam razılaşmıram. Yaratmaq var. Yeni bir obraz yaradır uşaq. Poster hazırlayır, yeni obraz yaradır. Yeni obraz yaradırsa, yaradıcılığını ortaya qoyubsa yaratmaqdır. Amma bilik cəhətdən tam razılaşmadım. Prosedural yaratmaq olsa daha yaxşı, daha doğru olardı. 17-yə baxaq. Məktəbdə şagirdlərin dərs zamanı diqqətinin tez yayınması müşahidə olunur. Psixologiyada diqqətin davamlılığı, biologiyada beyin yorulması, pedaqogikada fəal təlim prinsiplərini nəzərə alaraq dərs müddətində diqqətin qorunmasına yönəlmiş yeni bir dərs strukturu modeli yaradın. Modelinizdə istifadə olunan elmi prinsiplər və onların dərs prosesində necə tətbiq olunacağı göstərilməlidir. Davam eləyək. Kənardan səs gəlirsə, üzr hesab edəsiniz. 17 deyir ki, deməli bizə müəllim uşaqlara yenə də burada model hazırlamağı izah eləyib, yəni qısaca izah verirəm ki, burada müəllim uşağa model hazırlamağı izah eləyib, başa salıb uşaq özündən yarada bilməsi üçün nəsə düzdür. Burada müəllim bütün bu xüsusiyyətləri nəzərə alaraq model hazırlamağı izah eləyib, uşağa öyrədirsiniz və gedirsiniz o öyrətdiyiniz qayda əsasında uşağa tapşırıq verirsiniz. Get bu tapşırığı yerinə yetir, get bunu tətbiq elə, get filan modeli hazırla. Deyir, modelinizdə istifadə olunan elmi prinsiplər və onların dərs prosesində necə tətbiq olunacağı göstərilməlidir. Yenə də burada uşaq gedir, öyrəndiyin tətbiq eləyir. Öyrəndiyin tətbiq eləyirsə birbaşa tətbiq etmək mərhələsini götürə bilərəm. Ona görə cavab C variantıdır. 18-ə baxaq. Bax, situasiyanın uzunluğu həmişə deyirəm, sizi qorxutmasın. Əslində uzun situasiyalar daha rahat tapmaq olur. Çünki burada müəllim qısa konkret sizə deyir ki, bax təsəvvür eləyin. Belə deyim də, təsəvvür eləyin, sanki o situasiyanı yaşayın, görün uşaq nə iş görəcək, nə edəcək. Siz uşağa model hazırlamağı öyrədirsiniz və uşaq da gedir öyrəndiklərindən istifadə edir, tapşırıq üzərində tətbiq edir. Ona görə cavab C variantına uyğun gəlir. 18-ə baxaq. Şagirdlər verilmiş hadisənin baş verməsinə təsir edən əsas səbəbləri ilə ikinci dərəcəli faktorları ayırd edirlər. Ayırd etmək, qarşı-qarşıya tutuşturmaq, nə bilim o əsas, mühüm, vacib xüsusiyyətləri qeyd eləmək, müəyyənləşdirmək. Bunlar hardaydı? Təbii ki, təhlil etmə mərhələsində idi. Bax, fikir verirsinizsə burada deyir, verilmiş hadisənin baş verməsinə təsir edən əsas səbəblərindən ikinci dərəcəli faktorları ayırd etməyinizi istəyir. Gedəcəksiniz, baş verməsinə təsir edən səbəblər çoxdur, faktorlar çoxdur. Gedirsiniz o faktorların içərisindən əsaslarını seçirsiniz. İkinci dərəcəli olanları seçirsiniz. Bax, fikir verirsinizsə seçmək var. Uşaq gedir, didik-didik təhlil eləyir, incələyir, içərisindən əsasını seçir. Ona görə olacaq cavab A variantı. 19-a baxaq. Problemin iki fərqli həll yolunda istifadə olunan addımlar müqayisə edilir. Müqayisə edilərə qədər baxıram ki, bura qədər anlamaq var. Müqayisə olunmaq, fərqləndirmək anlamaqdır. Və-dən sonraya da baxaq. Bax, tələsməyək. Bəzilərinizdə bu xüsusiyyət var. Tələsirsiniz, o da götürürsünüz anlamaq. Ardını da oxuyun. Görün axıra qədər sizə nə verib. Deyir və hansı addımın nəticəyə daha çox təsir etdiyi. Bax, daha çox təsir olunanı sizdən istəyir. Addımlar çoxdur. Deyir, bu addımlardan hansı daha çox təsir edir. Gedəsən yenə də burada təhlil eləyəsən, incələyəsən və içərisindən daha çox təsir eləyəni tapıb çıxardacaqsan. Ona görə cavab olacaq təhlil etmək mərhələsi. Cavab olacaq D variantı. Ən çox, ən yaxşı, ən çox təsir eləyən, ən vacib məqamlar, mühüm xüsusiyyətlər. Bax, bunları seçirsənsə təhlil etmək olacaq. 20-yə baxaq. Deyir, xəritəyə baxarkən üzərində müxtəlif rənglər və işarələr görürsünüz. Xəritədə istifadə olunan iki əsas işarəni və onların nəyi ifadə etdiyini yazın.
Qısa konkret əzbərçilikdir. Bax sizi burada yazmaq, demək çaşdırmasın. Burada görün uşaqdan nə tələb edir? Uşaq əziyyət çəkirmi, çəkmirmi? Burada uşaq sadəcə xəritədə baxır, görür, həmin o gördüyünü, oxuduğunu yadına salır, o işarəni, sadəcə işarəni və nəyi ifadə etdiyini yazır. Demirəm ki, mənə bunun izah elə. Nəyi ifadə etdiyini izah elə, səbəbini izah elə. Uşaq burada xüsusiyyəti izah eləsəydi, olarda anlamaq. Amma sadəcə və sadəcə şagird kitabda oxuyub ki, bu işarə filan şey deməkdir, filan şeyi ifadə edir. Hazır faktdır, əzbərçilikdir. Yadına salır, cavab verir. Ona görə olacaq xatırlamaq mərhələsi. Cavab D variantı. 21-ə baxaq. Dünyanın dərk olunmasına dair elmi və dini dünya görüşlərinin izahını ver. İzah istəyir, çox sadə. Deyir, elmi və dini dünya görüşlərinin izahını ver. İzah elə mənə, görün bunlar nə deməkdir, fərqləri nədir? Uşaq burada anlayıbsa izah eləyəcək, anlamayıbsa yox. Ona görə cavab C variantı. 22-yə baxaq. Müəllim qaydanı izah etdikdən sonra 2 nümunə təqdim eləyir. Deməli, uşaqlara nümunə təqdim eləyir. Qaydanın hansı nümunədə düzgün tətbiq olduğunu deyir, müəyyənləşdirin. Uşaq burada hazır nümunəyə baxır və hansında düzgün tətbiq olunduğunu müəyyənləşdirir. Təbii ki, şagird yenə də burada qaydanı başa düşübsə, düzgün tətbiq olunanı tapa biləcək. Amma başa düşməyibsə, səhvi, düzü tapa bilməyəcək. Başa düşməyib baxı, uşaq hardan bilsin hansı düz, hansı səhvdir? Anlamaqdan asılıdır bu. Anlamaq, düzgün tətbiq olunanı müəyyənləşdirirsə, səhv cavabı müəyyənləşdirirsə, uşağın anlamağından asılıdır. Anlasa tapa biləcək, anlamasa yox. Ona görə cavab B variantı. 23-ə baxaq. Dərs zamanı şagirdlərin əksəriyyətində passivlik müşahidə olunur. Bu vəziyyətin mümkün səbəbləri kimi motivasiyanın azalması, dərs üsullarının uyğun olmaması, ailə mühitində dəstəyin zəifliyi və mövzunun çətinliyi göstərilir. Bu səbəbləri şagirdin şəxsi xüsusiyyətləri və təlim mühiti ilə bağlı amillər üzrə təsnif edin və hansı amilin daha təsir edici olduğunu əsaslandırın. Mən burada baxıram ki, mənə nə gözəl 2 açar söz verilib. Əsaslandırın deyirsə, təhlillə dəyərləndirmək arasında qalıram. Bildiyimiz kimi D, C, Y çıxır. Qalır A-dan B. İndi görək burada uşaq nə edir? Deyir, təlim mühiti ilə bağlı amilləri təsnif elə. Təsnif eləməyə qədər anlamaq mərhələsidir. Qruplaşdırmaq, təsnif eləmək, bu anlamaqdır. Amma bu V-dən sonraya baxın, deyir, hansı amil daha təsir edicidir? Ən təsir edici olanı tap. Ən təsir edici, daha çox təsir eləyəni gedəsiz, yenə incəliyəsiz bir-bir. İçərisindən ən təsir edici olanı çıxardasınız. Ona görə cavab olacaq B variantı, təhlil etmək. 24-ə baxaq. Şagird problemin həlli üçün vacib olan həlləyici nüansları müəyyənləşdirir. Yenə də burada uşaq problemin həlli üçün nəyi müəyyənləşdirir? Vacib olan nüansları. Vacib, mühüm, əsas məqamları müəyyənləşdirirsə nə olacaq? Gedir, incəliyir, təhlil eləyir, içərisindən vacibini seçir. Ona görə təhlil etmə mərhələsinə uyğun gələcək. 25-ə baxaq. Müəllim Xürrəmlər hərəkatını tədris edir və şagirdlərə Məmmədxanlının Babək əsərində baş obrazı tarixi şəxsiyyət kimi necə təqdim etdiyini müəyyənləşdirməyi tapşırır. Bax, burada uşaq deyir ki, şagirdlərə Məmmədxanlının Babək əsərində baş obrazı tarixi şəxsiyyət kimi necə təqdim etdiyini müəyyənləşdirməyi tapşırır. Yəni, burada uşaqlardan nə istəyir? Deyir, müəllifin bizə nə çatdırmaq istədiyini, bu qəhrəmanı necə təqdim etdiyini müəyyənləşdir. Müəllifin adından deyir, çıxış elə. Məmmədxanlının deyir, bizə bunu necə təqdim etdiyini izah elə. Uşaq burada nə edir? Uşaq burada müəllifin mövqeyindən çıxış eləyir. Müəllifin bizə ötürmək istədiyi o məqamları müəyyənləşdirməyə çalışır. Müəllifin mövqeyindən də çıxış etmək hansı mərhələdir? Təbii ki, təhlil etməyə uyğun gələcək. B ilə C arasında qalıram. Burada prosedural iş icrası yoxdur. Uşaq əgər həmin o tədris olunan dərsi başa düşübsə, anlayıbsa, təhlil eləyə biləcək. Müəllifin mövqeyindən çıxış eləyə biləcək. Anlamayıbsa yox. Ona görə cavab olacaq konseptual və təhlil etmə mərhələsi B variantı. 26-ya baxaq. Şagird insan həyatı üçün əlverişli təbii amilləri qruplaşdıraraq təsvir edir. Qısa konkret uşaq burada qruplaşdırır. Qruplaşdırmaq, ümumiləşdirmək nədən asılıdır? Anlamağımızdan. Siz əgər nə isə dərsi anlamasaz, başa düşməsəz, qruplaşdırma apara bilərsiniz, amilləri qruplaşdıra bilərsiniz? Yox. Heç nə eləyə bilmərsiniz, qruplaşdıra bilmərsiniz, ümumiləşdirə bilmərsiniz. Anlamaqdan asılıdır. Ona görə cavab olacaq D variantı. 27-yə baxaq. İdraki sahənin dəyərləndirmə mərhələsi haqqında verilənlərdən hansı doğru deyil? Deməli, dəyərləndirməyə aiddir, doğru olmasın. Yanlışı seçməyimizi istəyir. A-da deyir, yuxarı təfəkkür səviyyəsinin mərhələsidir, bu doğrudur. Yuxarı təfəkkür səviyyəsində neçənci mərhələdir? Yuxarı təfəkkür səviyyəsini təhlil etməkdən sonra gəlir, yəni 5-ci mərhələdir. Meyarlar və standartlar əsasını mühakimə etmək kimi xarakterizə. Bəli, bu doğrudur. Bax, uşaqlar meyarlara əsasən öz standartları çərçivəsində mühakimə eləyir. Yəni, mühakimə nə deməkdir? Ya təsdiq eləyir, ya təkzib eləyir, öz fikrini bildirir də, öz münasibətini bildirir. Ona görə B də düzdür.
C-dədir müəyyən mövqeyi yaxud qərara əsaslandırmağı tələb edir. Bəli, uşaq burada nə edir? Öz mövqeyini, öz qərarını əsaslandırır. Öz qərarını belə deyim də verir. Öz münasibətini bildirir, öz fikrini bildirir. Ona görə C-də düzdür. Əldə olunan ideyanın məntiqliyini yoxlamağı tələb edir. Bəli, əgər uşaq ideyanın məntiqliyini yoxlamasa, öz fikrini bildirə bilməz. Ona görə D-də uyğun gəlir, səhv bir şey verməyib. Y-dədir müəllifin mövqeyini müəyyənləşdirmək. Xeyr, biz demişik ki, öz mövqeyini müəyyənləşdirmək dəyərləndirməkdir. Müəllifin mövqeyini müəyyənləşdirmək isə təhlil etməkdir. Ona görə Y variantı səhvdir, dəyərləndirməyə uyğun gəlmir. 28-ə baxaq. Məktəbin biologiya laboratoriyasında təcrübə dərsləri məhduddur. Müəllim şagirdlərə belə bir tapşırıq verir. Sizdən tələb olunur ki, fotosintez və yaxud da tənəffüs prosesi ilə bağlı ən azı 2 bioloji prosesi müşahidə etməyə imkan verən bir təcrübə qurğusu və ya model dizayn edəsiniz. Burada uşaqlar nə edirlər? Hazırladığınız qurğu biologiya dərslərindən istifadə oluna bilməlidir. Deməli, mən burada uşaqlardan istəyirəm ki, yaradıcılıqlarını ortaya qoysunlar və yeni bir model düzəltsinlər, yeni bir təcrübə qurğusu dizayn eləsinlər. Bax, laboratoriyamızda təcrübə dərsləri, yəni avadanlıq məhduddur. Mən uşağa deyirəm ki, sən yarat bu təcrübə qurğusunu, yeni bir modeli dizayn elə və sən yarat. Yaradıcılığını ortaya qoyur, uşaq yeni bir şey ərsəyə gətirir. Ona görə olacaq yaratmaq mərhələsi. 29-a baxaq. Deyir, idraki sahənin tətbiq etməyi ilə bağlı hansı yanlış? Tətbiqə aid olmasın. A-dədir, prosedural biliklə ilə də əlaqəli olur. Bəli, bax demirəm, həmişə prosedurala aid olur. Yox. Deyir, prosedural biliklə də əlaqəli olur. Yəni ona da aid ola bilər. A düzdür. B-dədir, həm əvvəlki, həm də yeni taksonomiya variantında eyni sırada yer almışdı. Bəli, doğrudur. Əvvəllər də tətbiq etmək aşağı təfəkkür səviyyəsinin 3-cü mərhələsi idi, indi də. Ona görə B-də düzdür. C-dədir, anlama mərhələsi ilə sıx bağlıdır. Bəli, təbii ki, uşaq dərsi anlamasa, necə öyrəndiyin tapşırıq üzərində tətbiq edə bilər? Heç cür. Ona görə anlamaqla sıx bağlıdır. Bu mərhələlər bir-birinə sıx əlaqəlidir. D-dədir, taksonomiyanın aşağı təfəkkür səviyyəsinə aiddir. Bu da doğrudur. Aşağı təfəkkür səviyyəsinin 3-cü mərhələsidir. Y-dədir, şagirdlərdən yeni həll yolları axtarmaq. Xeyr, mən bilirəm ki, uşaq əgər yeni yol müəyyənləşdirirsə, yenilikçi varsa, yeni ideya, yeni fikir varsa nə olacaq? Təbii ki, yaratmaq. Yeni bir şey varsa, uşaq yaradıcılığını ortaya qoyubsa, yaratmaq mərhələsinə uyğun gəlir. Ona görə Y variantı tətbiqə aid deyil. 30-a baxaq. Müəllim şagirdlərə sual verir. Qanunlar olmasa cəmiyyəti idarə etmək mümkün olardımı? Fikirlərinizi nümunələrlə əsaslandırın. Bax, burada mən yenə də uşağın fikrini əsaslandırmağını istəyirəm. Əsaslandırın, görən kimi ağlımıza 2 mərhələ gəlir. Təhlil və dəyərləndirmək. Qalan variantları çıxıram. Elə sağ olsunlar, təhlili verməyiblər heç. İşimi asanlaşdırıblar. Cavab olur dəyərləndirmək. Yaxşı, bəs gəlin izah eləyək. Niyə dəyərləndirmək? Mən sizdən soruşuram ki, ay müəllimlər, qanunlar olmasa cəmiyyəti idarə etmək mümkün olardımı sizcə? Biriniz deyirsiniz olardı, biriniz deyirsiniz olmazdı. Nə olsun burada nümunələrlə əsaslandır deyirəm. Demirəm ki, faktə əsasən. Yox, deyirəm nümunələrlə əsaslandır. Yəni fikri denən, ona aid də bir nümunə gətir. Görüm sən düzmü deyirsən, səhvmi deyirsən, hansı nümunəni gətirirsən öz fikrinə aid. Sadəcə nümunə arqumentlərlə əsaslandırırsan nəyi? Öz fikrini. Mən burada sənin öz fikrini istəyirəm. Ona görə cavab olacaq dəyərləndirmək mərhələsi. Tüsüyə baxaq. Deməlidir, şagirdlər 50 il sonra planetimizin şirin su ehtiyatı ilə bağlı qarşılaşa biləcəyi problemləri araşdırır və bu problemlərin yaranma səbəbi müəyyənləşdirirlər. Deməli, burada nə var? Uşaq burada gedir, problemləri araşdırır və yaranma səbəbləri müəyyənləşdirir. Sadəcə burada səbəb müəyyənləşdirir və səbəbi gəlib mənə izah edəcək. Araşdırma aparır, səbəb müəyyənləşdirir. Bu əslində anlamaq mərhələsidir. Anlamaqda amma bir nüans var ki, burada anlamaqla bərabər deklarativ veriblər. Əlaqəsi yoxdur. Faktoloji biliklə əlaqəsi yoxdur. Burada hazır fakt deyil axı. Burada uşaq gedir, araşdırma aparır və səbəbləri müəyyənləşdirməyə çalışır. Anlayıbsa, o problemi araşdırıb gəlib mənə izah edə biləcək. Amma anlamayıbsa, yox. Ona görə konseptual anlamaq olsa daha doğru olardı. Burada təhlildir, tətbiqdir. Bax, tətbiqə aid qətiyyən heç bir şey yoxdur. Uşaq tətbiq eləmir, iş icrası yoxdur. Təhlil də yoxdur. Dəyərləndirmək də yoxdur. Bir dənə cavab C variantına uyğun gəlir. Amma yenə deyirəm, konseptual anlamaq olsaydı daha doğru olardı. Burada qarşılaşa biləcək, əslində təhlili mən nə vaxt götürərəm? Nə isə tutuşdurmaq, qarşı-qarşıya gətirmək olsa, qarşılaşdırmaq, tutuşdurmaq olsa, hə bax bu açar sözləri sizə vermişdim, bu təhlildir. Amma burada isə deyir, qarşılaşa biləcəyi problemləri araşdır. Bax bu məğz cəhətdən bu başqa bir şeydir, başqa bir fikirdir. Nəyisə tutuşdurmur, qarşılaşdırmır, sadəcə problemləri araşdırır və səbəb müəyyənləşdirir, səbəb izah edir. Burada ona görə təhlil yox. Deklarativ anlamaq olsa daha doğru olardı. Qarşılaşdırmaq sözü burada verib çaşdırmaq üçün, amma təhlilə yox, anlamağa uyğun gəlir. Konseptual anlamaq olsa B-ni götürərdim, amma deklarativin yerinə konseptual olsaydı yenə də C-ni götürərdim. Yəni burada daha doğru variant konseptual anlamaqdır.
Düşünürəm ki, siz də mənlə razı olarsınız. İndi 33-ə baxaq. 33-də deyir ki, deməli bizə müəllim dərsdə şagird fəallığını artırmaq üçün qrup işi təşkil edir. Qrup işinin bu məqsədə nə dərəcədə uyğun olduğunu müəyyənləşdirib qərarınızı ən azı 2 meyar əsasında əsaslandırın. Yenə də burada əsaslandırın açar sözümüz var. Əsaslandırın görən kimi ağlımıza 2 mərhələ gəlir. Bir təhlil etmək, bir də dəyərləndirmək. Qalanların çıxaq, anlamaq, yaratmaq çıxır. Yenə də burada səhv məqam var. B ilə D-ni 2 variantda veriblər. Yəni bir cavabı 2 variantda, tətbiqi 2 variantda veriblər. Yəqin ki, burada birini təhlil vermək istəyiblər. Məsələn, B ilə D-ni çıxaq. İndi burada birini təhlil versəydilər, yenə də 2 variant arasında qalacaqdım. İndi gəlin görək hansıdır. Deyir, qrup işinin bu məqsədə nə dərəcədə uyğun olduğunu müəyyənləşdirin. Bax, uşaq burada öz fikrini əsaslandıracaq ki, ay müəllimə, bu məqsədə uyğundur. Başqa biri deyəcək, yox, bu məqsədə uyğun deyil. Hərə öz fikrini bildirir də. Bax, yenə deyirəm, hərədən bir cavab çıxır. Hərə öz fikrini, öz münasibətini bildirir. Biri təsdiq edir, o birisi təkzib edir, inkar edir. Hərə öz fikrini bildirirsə, təbii ki, olacaq dəyərləndirmək mərhələsi. 34-ə baxaq. Bir ekosistemdə müəyyən müddətdən sonra bitki növlərinin sayı azalır. Eyni zamanda həmin mühitdə bəzi heyvan növlərinin sayında artım müşahidə olunur. Torpağın məhsuldarlığı əvvəlki vəziyyətini itirir. Bu dəyişikliklərin bir-biri ilə necə əlaqəli olduğunu müəyyənləşdirin. Əlaqə tapırsa, əlaqələri müəyyənləşdirirsə, bura qədər anlamaqdır. İndi gəlin görək V-dən sonra nə verib bizə. Deyir və bu prosesin gedişində hansı bioloji əlaqələrin pozulduğunu müəyyənləşdirin. Artıq burada gedəcəksiniz o əlaqələrin içərisindən pozulanları seçib çıxardacaqsınız. Analiz edirsiniz, təhlil edirsiniz, incələyirsiniz. İçərisindən pozulan əlaqələri müəyyənləşdirirsinizsə, bu olacaq artıq təhlil etməyi mərhələsi. Ona görə cavab B variantıdır. V-yə qədər anlamaqdır, baxırsınız ki, bax, ona görə tələsməyin. V-dən sonrasını da oxuyun, görün hansı mərhələyə uyğun gəlir. 35-ə baxaq. Deyir, aşağıdakı tapşırıqlardan hansı dəyərləndirməyə aid deyil? Heyvanlardan təcrübə məqsədlərlə istifadə olunmalıdırmı? Mövzusunda debatda iştirak etmək. Debatlar ümumiyyətlə, debat nə deməkdir? Debatda hərə öz fikrini bildirir, müzakirə aparırlar. Biri deyir, mən düz deyirəm, o birisi deyir, yox, mən düz deyirəm. Burada artıq hərə öz fikrini bildirəcək. Bəziləri deyəcək, istifadə olunmalıdır, bəziləri deyəcək, olunmamalıdır. Yəni, uşağın verəcəyi cavabı da düşünün siz burada. Hərə öz fikrini, öz münasibətini bildirirsə, fərqli cavablar söyləyirsə, deməli, dəyərləndirməkdir. Bu dəyərləndirməyə aiddir. B-də deyir, verilmiş maddələri fiziki və kimyəvi xüsusiyyətlərinə görə müqayisə elə. Müqayisə aparmaq, fərqləndirmək, oxşar fərqli cəhətləri tapmaq, bu nə idi? Anlamaq mərhələsi idi. Ona görə B variantı aid deyil. Elə cavab B variantıdır. C-də deyir, 2-ci Dünya müharibəsində SSR-nin mövqeyinə münasibət bildirir. Sənin öz münasibətini istirdir. SSR-yə münasibət bildirir, öz mövqeyini bildir. Biri deyəcək yaxşıdır, biri deyəcək pisdir, biri deyəcək filan şey bəyənirəm, biri deyəcək filan şey bəyənmirəm. Hərə öz fikrini bildirir. Ona görə dəyərləndirməyə aiddir. D-dədir, mənəvi əxlaqi dəyərlərin cəmiyyət üçün əhəmiyyəti barədə mühakimə yürüt. Bax, cəmiyyətə necə təsir eləyir? Necə belə deyim də mövqe tutur? Bax, sən öz münasibətini, öz fikrini bildir, öz münasibətini bildir. Bu da dəyərləndirməkdir. Hərə bir fikir söyləyəcək. Y-dədir, benzin istifadəsinin təbiətə ziyanı ilə bağlı mövqeyini bölüş, arqument gətirir. Yenə də burada təbiətə nə dərəcədə ziyan göstərdiyi haqqında sizin öz fikrinizi istəyirəm, arqumentdən əsaslandırmağınızı istəyirəm. Ona görə dəyərləndirməyə aiddir. Cavab olacaq B variantı. 36-ya baxaq. Müəllim şagirddən təhlükəsizlik qaydalarına nümunələr gətirməsi istəyir. Qısa konkret, qaydanı öyrənmisən, başa düşmüsənsə, anlamısansa nümunə gətirə biləcəksən. Anlamamısansa yox, anlamaq tələb edir. Ona görə cavab B variantı. Bax, bəzən burada çaşırlar, deyirlər ki, nümunə gətirmək kitabda var da nümunələr, yadına salır, xatırlayır, cavab verir. Yox. Bax, hər hansı bir qaydaya aid, dərsə aid nümunələr yüzlərlə, minlərlə ola bilər. Həmişə vurğulayıram. O nümunələrin hamısı yüzlərlə, minlərlə nümunə sizə kitabda hazır verilir. Yox. Əsas qayda verilir. Qaydanı da yaxşı başa düşməyin üçün 1-2 dənə nümunə verilir. Düzdür? 1-2 dənə. Maksimum 5-6 dənə. Day sizə yüzlərlə, minlərlə nümunəni vermiş ki, get əzbərlə. Əsas qaydanı başa düşməkdir. Başa düşmüsənsə, özün nümunə gətirə biləcəksən qaydaya aid. Başa düşməmisənsə, yox. Ona görə anlamaq tələb edir və o nümunələr hamısı kitabda yoxdur. Əzbərçilik deyil, anlamaqdan asılıdır. 37-yə baxaq. Deyir, verilən tapşırıqlardan hansı idraki sahənin tətbiqinə aiddir, aid olanı istəyir, tətbiqə aid olsun. A-da deyir, verilənlər arasında yanlış hökmü müəyyənləşdir. Uşaq burada verilənlərə baxıb, yanlışı ayırd eləyə bilirsə, doğrunu və yaxud da seçə bilirsə, yanlışı seçə bilirsə, bu təbii ki, anlamaqdır. Anlayıbsa, yanlışı o dəqiqə müəyyənləşdirə biləcək, anlamayıbsa, yox. Anlamaq mərhələsidir. B-dədir, əldə etdiyi məlumatlar əsasında təlimat hazırla. Bax,
Uşaq öyrənib. Təlimat hazırlamağı uşağa öyrətmişəm. Deyirəm ki, indi bu məlumatlar əsasında istifadə ilə təlimat hazırla. Uşaq təlimat hazırlayır. Öyrəndiyini tətbiq eləyir tapşırıq üzərində. Ona görə tətbiqə aiddir. B-dir cavab. C-dədir, verilənləri qruplaşdırır. Qruplaşdırmaq, ümləşdirmək demişik anlamaqdır. Təqdim edilən anlayışları ümləşdirir. Ümləşdirmək dediyi anlamaqdır. Anlayıbsa ümləşdirə biləcək, anlamayıbsa yox. Köhnə biri ilə yeni biri arasında əlaqə qurur. Bu da əgər anlayıbsa əlaqə qura biləcək, anlamayıbsa yox. Ona görə cavab B variantı. 38-ə baxaq. Şagird riayət etməli olduğu nizam-intizam qaydalarını sadalayır. Qısa konkret. Həmin o qaydaları öyrənib, deyirəm indi dur mənə sadala bir-bir, danış. Əzbərləyib, yadına salır, cavab verir. Ona görə olacaq xatırlamaq mərhələsi. Xatırlayır, cavab verir. 39. Duzlu göllərin yaranmasının səbəbini izah edir. Səbəb izah eləmək bilirəm ki, nədir? Səbəb izah eləmək. Uşaq anlayıbsa, səbəbini izah eləyə biləcək. Anlamayıbsa yox. Ona görə cavab olacaq konkret anlamaq mərhələsi anlamaqdan asılıdır. 40-da deyir şagird vaxtın səmərəli idarə olunması qaydalarını bildiyini nəzərə alaraq. Nə deməkdir bax bu? Yəni uşaq bu mövzunu keçib, bu qaydaları keçib. Səmərəli idarə olunma qaydasını keçib, bilir. Dərs hazırlığı, istirahət və ailə ilə vaxt keçirməni əhatə edən bir günlük vaxt bölgüsü planı tərtib edir, plan hazırlayır. Uşaq öyrənib, dərsdə qaydanı öyrənib, nəyi nəzərə almalı olduğunu, necə idarə edəcəyini, bunları öyrənib. Öyrəndiyin tətbiq eləyir, gedir özü üçün plan tərtib eləyir. Öyrəndiyin tətbiq eləyirsə nə olacaq? Təbii ki, tətbiq etmək mərhələsi. Cavab C variantı. Ümid edirəm hər bir sual aydın oldu. Nə qaranlıq qalsa yenə də soruşarsınız. Sağ olun, hələlik görüşərik inşallah.